Bəzi balıq növlərinin qiyməti bahalaşıb. Satıcılar bildirir ki, İranda baş verən hadisələr ölkəyə idxal olunan balıqların həcminin azalmasına səbəb olub. Bu da qiymətlərə təsir edir. Balıq bazarından reportajımız var, izləyək. Bazarda apardığımız müşahidə onu göstərir ki, ölkəyə idxal olunan balıqların sayında kifayət qədər azalma var. Bu da təbii ki, qiymətlərə birbaşa olaraq təsir göstərir. Burada farel və kütün piştaxtaları diqqət çəkir. Satıcılar deyir ki, hər iki balıq növünün qiymətində 5-7 manat artım müşahidə olunur. Bunun əsas səbəbi isə məhsulun azalması və daşınma xərclərinin yüksəlməsidir. Onların sözlərinə görə bazara gətirilən bəzi balıq məhsulları və balıq yemləri məhz İran üzərindən idxal olunurdu. Mövcud vəziyyət isə bu prosesdə müəyyən çətinliklər yaradıb. Farellərin kiloyu 18 manata, 20 manata. Başqa öz Xəzərimizin balıqları var, qiyməti yəni elə də onlardan nisbətən qiyməti öz Xəzərimizin balıqları, ziyadı var, sazanı var. İrandan gəlmə malların qiyməti bəli qalxıb. Bunun yaxşı bir nəticəsi var ki, ancaq yeri məhsul, sazan da satılmırdı, yeri məhsul, xanı da satılmırdı, ancaq gələn farel aldı. İndi ancaq yeri məhsullar, sazan, sudak, xanı, belamur, bu məhsullar daha çox satılır. Həm də ki, yeri farellərimiz var, məsələn, nabran fareli, xaçmaz fareli, qusar fareli. İndi hər kəs məcbur yeri farel alır. Alıcılar isə bahalaşmanı gündəlik alış-verişdə artıq hiss etdiklərini bildirirlər. Onların sözlərinə görə əvvəllər daha münasib qiymət aldıqları farel və kütüm indi büdcələrini daha çox sarsıdır. Bahatçılıqdır, amma ala bilirlər, bayram gəlir, bayrama görə gəlmişik. 5 manata qədər dəyişiklik var idi. İqtisadçı ekspert Fuad İbrahimov hesab edir ki, bazara gətirilən məhsulun həcmi artarsa, qiymətlərdə müəyyən stabillik yarana bilər. Ehtiyatda olan soyuduculardan satılan məhsulların qiymətində artıq müşahidə olunur və qiymət artımına gediblər sahibkarlar və aydın məsələdir ki, bu idxal olmadığı halda müəyyən dövrdən sonra bu ehtiyatlar da bitdikdən sonra bəzi növlərdə hətta defitsitin yaranması ehtimalı yaranır. Qeyd edək ki, İrandan idxal olunan farelin qiyməti əvvəl 12-13 manata alıcılara təklif olunurdusa, hazırda bu qiymət 18-19 manat arası dəyişir. Kütün balığı isə əvvəl 14-15 manata satılırdısa, indi bu rəqəm 20-23 manat aralığında satılır. İqtisadçılar hesab edir ki, İranda müharibə uzandıqca qiymətin yüksəlməsi tendensiyası qaçılmazdır. Jalə Qəhrəman qızı, Ramin İsmailov.